oxuduğumuz qəzəlin davamında Mövlana deyir ki, axar çayda libasım yük, həm toyum yük, həm yasım yük. Köksümdəki həvəsim yük, ziyandır bu, xeyir verməz mənə. Mülk-i aləm tüm səbəblər, olub mənalı bu qəlblər. Ay üzlü yarımla bir səslər, yoxsa məna verməz mənə. Varlıq sənin, peşələr sənin, elmlər, əndişələr sənin, şirlər sənin, meşələr sənin, tatar ceyranı az gəlməz mənə. Uca mərifəti, o uca dərki Allahdan təmənna edir, Allahdan arzuluyur və deyir ki, ilahi nə olar bunu ver mənə, bu dərki mənə ver, bu paçlığı, bu təmizliyi mənə ver. Deyir ki, nə olar, varlıq da sənin, peşələr hamısı sənin, elmlər sənin, əndişələr sənin, şirlər də sənin, meşələr də sənin. Yəni meşənin kralı şirdir də, şir dedi, deməli bütün heyvanları dedi. Meşələr də sənin. Tatar ceyranı az gəlməz mənə. Bir dənə ceyran ver mənə. Tatar ceyranı. O az deyil. Yəni təsəvvür edin, bütün varlıq aləmi, bütün peşələr, elmlər, mərifətlər, dərklərin, bütün dərk növləri, bütün şirlər, meşələr, bütün neymətləri vermə mənə. Amma bir tatar ceyranını ver mənə. Tatar ceyranı da özü bir izah tələb edir əzizlər. O nə deməkdir ki, hər şey ondadır. Tatar ceyranı qısa deyim, sonra izah edərik. Tatar ceyranı o müşk-i ənbər ki deyilir. Müşk qara rəngli ətir növlərindən biridir. Təbii, orijinal, deyək, orqanik ətirlərdəndir. Müşk deyilir. Ceyranın göbəyində olur. O ceyran da tatar ceyranı, yəni dünyanın bütün yerlərində deyək ki, ceyran ola bilər də, amma Türkistan çöllərində, Türk xalqlarının yaşadığı Türkistan çölləri və tatarlar da türklərin bir növüdür, boylardan, qollardan biridir. O çöllərdə tatar çölləri deyilir. Xəzər dənizinin şimal, şərq sahilləri deyək, şimal-şərq bölgəsi Xəzərdən tatar çölləri, Türkistan çölləri deyilir. Orada ceyranlar var imiş və o ceyranların göbəyində bir müddət, illərlə bəlkə formalaşmış o müşk çox keyfiyyətli, qalıcı, ətirli bir ətrə çevrilə bilərmiş. Yəni qiymətli olarmış. Yəni təsəvvür et, sən nə qədər neymətlərin var, o neymətlərdən imtina eləyib bir o müşkü əldə etsin, həmən neymətlərin qiymətinə dəyər. O yüksək mənəvi paçlıq insanın deyək ki, yüksək mənəvi məqamlara çatmağı, insaniyyət məqamında ədəb ərkandan başlayaraq, əxlaqdan başlayaraq batinini təmizləyən bir məqamlara gəlib çatması və bununla da bəşəriyyətə, cəmiyyətə faydalar çatdırması, xeyirlər çatdırması bu mərifətlə mümkündür ki, insan həqiqəti daha təbii şəkildə tanıya, daha gözəl şəkildə Allahını tanıya və o mənəvi ruha çata və o mənəvi nura çata və o mərifəti əldə etsə, Allah sevgisi insan qəlbini bürüsə, ilahi mərhəmət o qəlbə hakim kəsilərsə, o insan ən gözəl insan ola bilər, ən tərbiyəli bir insan ola bilər. Və bu özü bütün neymətlərə bərabərdir. Tatar ceyranının göbəyində olan, ondan alınan müşkün qiyməti qədərdir ki, deyir ki, bütün dünyanın qiymətinə dəyər mənim üçün. Görürük ki, Mövlana bu qəzəlində deyiləcək bütün sözləri deyir. Dünya görüşlərinin növləri ilə tanış oluruq və özümüzü bir mərhələnin önündə hiss edirik. Maddiyyatı lazımınca tanımalıyıq, sonra düşüncəmizi düzəltməliyik, öz həyatımızın kiçik də olsa bir filosofu olmalıyıq və mənəviyyata özümüzü çatdırmalıyıq. Maddiyyat bizi düşündürmək üçündür. Düşüncə bizi, ruhumuzu, batinimizi təmizləmək üçündür, bizi batini yüksəkliklərə çatdırmaq üçündür. O xüsusi irfana, xüsusi mərifətə çatmaq üçündür. İnsani keyfiyyətləri, əxlaqi keyfiyyətləri öz ruhumuzda yerləşdirməklə, onlara yiyələnməklə həyatda həqiqi insanlıq missiyamızı tanımalıyıq və bu nöqtəyə çatmalıyıq. Mövlana yaradıcılığının, Mövlana dünya görüşünün bizə verdiyi ərməğan budur.